Salam uşaqlar, gəlin bugün sizinlə ürəyə bilavasitə birləşən damarları öyrənək. Ürəyə bilavasitə 8 damar birləşir. Ürək tam ara kəsmə ilə sağ və sol hissələrə ayrılıbdır. Hər hissə isə özlüyündə yuxarıda yerləşən qulaqçıqlar və aşağı hissədə olan mədə dişlərə ayrılır. Ürəyin sağ hissəsində həmişə yalnız venoz, sol hissədə isə yalnız arterial qan olur. Deməli, sol hissəyə qan akciğərlərdə oksigenlə zənginləşdikdən sonra sağ hissəyə isə bədəndəki karbon qazını çıxarmaq üçün gəlir. Sol tərəfə birləşən 4 vena var, bir cütü sağ, bir cütü isə sol ağciyərdən gəlir. Bu qan sol mədəciyə töküldükdən sonra bir ədəd ən böyük arterial damarı olan aorta ilə bədənə vurulur. Sol tərəfə bitişik cəmi 5 damar var. Bunlardan 4-ü vena, biri arteriada və bunlarda yalnız arterial qan olur. Bədənə vurulan qan oksigeni toxumalara verib karbon qazını aldıqdan sonra sağ tərəfə qayıdır və sağ qulaqçığa tökülür. Bura 2 vena damarı birləşibdir. Yuxarı hissədə olan orqanlardan yuxarı boş venaya, aşağı hissədə olan orqanlardan isə aşağı boş venaya qan qayıdır. Sağ qulaqçığa gələn qan sağ mədəciyə tökülür və oksigenlə zənginləşmək üçün bir ədəd arteriya damarı olan ağciyər kötüyü ilə ağciyərlərə göndərilir. Sağ tərəfə 3 damar birləşibdir. Bunlardan ikisi vena, yuxarı və aşağı boş venadır və bir ədəd arteriya ağciyər kötüyü birləşibdir. Bunların hər üçündə venoz qan vardır. Deməli, ürəkdə 8 damar var. Bunlardan 6-sı venadır, ikisi isə arteriyadır. 3 damar böyük qan dövranının, 5-i isə kiçik qan dövranının damarlarıdır.